Elm və Təhsil Nazirliyinin dəstəyi və STEM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Bakı Expo mərkəzində beynəlxalq STEM Azərbaycan festivalına start verilib. Layihə 300 mindən çox şagirdi, 400-dən çox məktəbi əhatə edir. STEM 5 əsas sahəni elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyatı inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulan festivalda ölkədə fəaliyyət göstərən bütün elm təhsil müəssisələri iştirak etmək hüququna malikdirlər. 300 mindən artıq şagirdi əhatə edirik, 400-dən artıq məktəbdə STEM sinifləri təşkil olunub, 21 deməli Azərbaycanın rayonunda regional STEM innovasiya mərkəzləri fəaliyyət göstərir. O cümlədən bizim deməli Özbəkistan və Qırğızstan qardaş respublikalarda da STEM mərkəzləri var. Həmin mərkəzlərin uşaqları da bu yarışa deməli qatılıblar. Yarış kateqoriyaları süni intellekt, bərpa olunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir. Başlanğıcda 41 məktəb və 60 şagirdi əhatə edən layihə genişlənməkdədir. Hazırda 400-dən çox ümumi təhsil müəssisəsində STEM tədris olunur. Robotumuz agrobotdur, ağıllı istixanalar üçün nəzərdə tutulmuşdur. Robotumuz müəyyən zaman intervallarında monitorinqlərə başlayır istixana daxilində və bir dipçəklərə yaxınlaşır. Dipçəklərimizdə isə gül bitkiləri gözəlir əsasən. Hər gül bitkisinin də torpağının müəyyən nəmlilik dərəcəsində qalması lazımdır ki, daha verimli yetişsin deyə. Torpaq əgər qurdursa, suvarma sistemi avtomatik olaraq işə düşür və bitkilərimiz yetişir, susuz qalmır. Bu da torpağın istiliyini ölçür. Burada hamısı hər şey mövcuddur. Nəmi, 56 dərəcə, faiz nəmliyi, istiliyi. Bu evimizdə də qaza əsas sensorlar yerləşdirilib. Əgər fermada insanların qaz sızması və ya yanğın zamanı xəbərdarlıq siqnalı verir. Məqsədimiz odur ki, biz burada olan, qıraqda olan loaderlardan, bir növ yükləyicilərdən toplar götürərək boruların içinə daxil etməliyik və bizim bunu etmə məqsədimiz robota kod yazaraq biz bunu bacarırıq. Festival çərçivəsində 18 yarış kateqoriyası üzrə Azərbaycanla yanaşı 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Avtomatik pərdələr istifadəçinin müəyyən etdiyi vaxta uyğun olaraq açılıb bağlanır. Onlar daha ucuz elektronika ilə hazırlanır. Bu məhsullar əlillər, xüsusi qayğıya ehtiyacı olan insanlar və ağıllı ev texnologiyalarına daha ucuz yol axtaranlar üçün çox faydalıdır. Komandamız bu avtomobillə yarışır. Bu elektrik mühərriki ilə işləyən şəhər kateqoriyalı bir avtomobildir və 1 kWh enerji ilə 327 kilometr qət edə bilir. Beynəlxalq STEM Azərbaycan Festivalı noyabrın 19-na dək davam edəcək. Müsalə Məmmədzadə, Çingiz Qəniyev, ASTV Xəbər.